Uşağınızı məktəbə, bağçaya aparanda отводить, отвести fe'lindən istifadə edəcəksiniz. Misal üçün, я каждый день отвожу ребенка в школу пешком. Сегодня я отвела ребенка в школу пораньше. Məktəbdən, bağçadan götürəndə isə забрать fe'lindən istifadə edəcəksiniz. Я забираю ребенка из садика в 6 вечера. Сегодня ребенка забрал папа. Uşaqlarla bağlı, məktəb, bağça ilə bağlı ifadələr, sözlər, mətnlər sizə maraqlıdırsa, o zaman bizim Text Master proqramımıza qoşulun. Burada hər bir dərsin içində hansı mövzuya aid mətn, səsləndirməsi ilə, tərcüməsi ilə, kiçik bir lüğəti ilə sırf bu mətndən maraqlı, ən çox istifadə olunan sözləri ayrıca tərcümə ilə də vermişəm və onlara aid kiçik bir çalışma da verilir ki, siz bu sözləri yadda saxlamısınız yoxsa yox, özünüz yoxlaya bilərsiniz. Çalışma da avtomatik şəkildə yoxlanılır. Ona görə düz və yaxud səhv cavab verdiyinizi yerindəcə biləcəksiniz və sözləri öyrənmiş olarsınız. Söz ehtiyatınızı mükəmməl şəkildə artırın. Özü də çox rahat, əyləncəli formada, orada heç bir qrammatika qaydalar yoxdur. Yalnız mətnlərin üzərində işləyib söz ehtiyatınızı artırırsınız. Qoşulmaq üçün profildəki nömrəmizə yazın.